Bölmə 2. Dinləmə mətni 3. Qarabağın incilərindən sayılan Şuşa şəhəri memarlıq abidələri baxımından zəngindir. Bunlardan biri də Qara Böyük xanım qəsridir. Qara Böyük xanım qəsri Pənah xanın qəsrinin yaxınlığında inşa edilmişdir. Dördbucaqlı formada və bürclərlə əhatələnmiş bu qəsr 2 mərtəbəlidir. Azərbaycan memarlığının nadir incilərindən olan bu qəsr 18-ci əsrə aiddir. Elturan Avalovun müəllifi olduğu Şuşa şəhərinin memarlığı adlı kitabda bu qəsr haqqında geniş məlumat verilmişdir. Qəsrin giriş qapısının üzərində olan kitabəyə əsasən qəsrin inşası 1768-ci ilə təsadüf edir. Qarabağ tarixçisi Mir Mehdi Xəzaninin qeydlərində Qarabağ xanı Pənah xanın özünə və oğlu İbrahim Xəlil xana Şuşa şəhərində kiçik qalaya bənzər gözəl bir saray tikdirdiyi göstərilir. 1865-ci ildə Rus səyyahı və rəssamı Vasili Vereshagin bəhs olunan qəsrin rəsmini çəkmişdir. Təəssüf ki, erməni işğalı nəticəsində qəsrin böyük hissəsi və qərb bürcü dağıdılmışdır.